Deməli, bu yaxınlarda ən tanış insanlardan birinin bir sözü məni çox sarsıtdı. Deməli, bu insan dedi ki, mən bir xəyalım var idi və bu xəyalımın reallaşması üçün əlimdən gələni edirdim. Lakin dedi, ətrafımdan məni o qədər neqativ yükləyən insanlar var idi və mənə deyirdilər ki, sən hara, bu işi görmək hara, sən bu arzunun başını burax kimi ifadələrlə mənim deyir, bütün həvəsimi qırırdılar. Lakin deyir, onlar mənim həvəsimi qırdıqca deyir, mən gedib daha çox Allaha yalvarırdım. Allahdan istəyirdim ki, ya Rəbbi, görürsən, bu insanlar mənim həvəsimi qırmağa çalışır, sənə olan ümidimi qırmağa çalışır, buna icazə vermə, mənə o şeyi nəsib edir. Daimi səsli bir şəkildə, hətta onların eşidə biləcəyi şəkildə dua edirdim deyir. Və bu şeylərdən sonra, bir müddət sonra həmin insan dedi ki, artıq mənim o çoxdan da arzusunda olduğum o duamı Allah məndən qəbul eləyib və mənim artıq həmin o arzuma sahibəm. Və belə olduğu təqdirdə də mən belə bir şey öz-özümə düşündüm və bu qənaətə gəldim ki, bariyerlər, sərhədlər, limitlər insanın beynindədir. Biz Allahdan istəyəndə belə beynimizdəki o limitlərin bizə qoymuş olduğu sərhədlər çərçivəsində Allahdan istəyirik. Halbuki uca yaradanımız, sonsuz güc-qüvvət sahibi olan Allahımız bizə hər istədiyimizi gözəl bir şəkildə verə biləcək potensiala sahibdir. Lakin biz potensiallarımızı, limitlərimizi ağlımıza qoyduğumuz üçün və aləmlərin Rəbbi olan Allahı da özümüz haşa və haşa özümüz kimi düşündüyümüz üçün beynimizə qoyduğumuz limitlər bizim dualarımıza, hərəkətlərimizə və arzularımızın hər birinə təsir göstərmiş olur. Bunu da unutmayaq ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurub ki, itən ayaqqabı bağınız olsa belə də onu Allahdan istəyin. Yəni biz hər bir şeyi mütləq şəkildə istəyəcəyimiz şey insanlar yox, Allahdan istəməliyik. Hətta Allahdan istədikcə görəcəyik ki, Rəbbimiz bizə nə qədər bərəkətlər verir. Bunu da xatırlatma olmasını istədim. İnşallah ki, qısa video şəklində paylaşıram. Məni dinlədiyiniz üçün çox sağ olun.